TikTok'un canlılarında da görə nə var? Bəli, yazdığım nömrəyə yazın, WhatsApp-da mənə. Kart atım sizə, kartı pulu göndərin. Mən də Qurandan baxım deyim sizə. Yo, narahat olmayın. Qurandan fala baxır. Bəlkə 10 manat atım mənə də baxsın. Mən heç kimi Sıxıntılarım var. Heç kimə yalan danışmıram burada. Sıxıntıların var? Hə, atım 10 manat baxsın da Ümumiyyətlə Qurandan. fala baxmaq, üstəlik də Quranla baxmaq lap haramdır. Niyə Qurandır da, Allahın kitabıdır da baxır. O, haramdır. Yazanların hamısını blokaj. Haramdır. Allah Quranda buyurur ki, bunların nə dünyası var, nə də axirəti. Görmürsən bunlar dünyada nə gündə yaşayırlar. Heç nələr yox. Yüzlərlə pul qazanırlar, nə qədər varlıdırlar əslində. Amma pis gündə yaşayırlar. Sən özün də yəni elətdirirsən, düşəcəksən bunların halına. Hər ikiniz Allah tərəfindən lənətlənəcəksiniz. 3000 adam baxın, indi onlar hamısını azdırır bu. Buna inananlar hamısını azdırır. Vay. Çünki bu onların ona baxandan, Qurandan heç bir xəbərləri yoxdur. Allah hidayət eləsin. Amin, Allah islah eləsin.